Salam, hər vaxtınız xeyir. Yeni bir sualların izahıyla qarşınızdayıq. İzah keçməmişdən əvvəl videomuzu bəyənməyi, paylaşmağı, fikirlərinizi bizdən bölüşməyi unutmayın. 22 fevral 2026-cı ildə OTK-nın keçirdiyi sınavın Azərbaycan dili suallarının izahını verəcəm. Gəlin birlikdə suallarımıza baxaq. Bizdən soruşur birinci sual. Hansı nümunədə bütün sözlər eyni nitq hissəsinə aiddir? Eyni nitq hissəsinə aid olan sözləri soruşur bizdən. Qələmimizi incələşdirək. Bəli. Rayonun isimdir, savadlı sifətdir. Deməli, digərlərinə baxmaq lazımdır. Çünki bizdə eyni nitq hissəsinə aid soruşur. A variantı çıxır. Bu fikir, bu əvəzlidir, fikir isimdir. B-ni də çıxır. Ona elə gəldi, ona əvəzli idi, elə əvəzli gəldi, feildir. Deməli, C variantı da çıxır. Siz, bizim, gələcəyimiz, siz də əvəzli idi, bizim əvəzli idi. Gələcəyimiz isimdir, üçün qoşmadır. D variantını da çıxırıq. Baxaq E variantına. Cavabımız E variantı. Niyə? Niyə sual əvəzli idi? Sən. Şəxs əvəzli idi. Eləsən. Necəsən? İşarə əvəzli idi. Mən. Şəxs əvəzli. Beləyəm. İşarə əvəzli idi. Necəyəm? Cavabımız oldu E variantı. Keçək ikinci sualımızın izahına. Hansı cümlədə köməkli nitq hissəsi yoxdur? Bizdən soruşur ki, hansı cümlədə köməkli nitq hissəsi yoxdur? Gəlin baxaq. Yoldaşlarım evəcən məni çiyinlərində apardılar. Biz bura götürür ki, bəli, yoldaşlarım evəcən məni çiyinində apardı. Heç bir problem yoxdur. Götürə bilirik? Xeyr, götürmürük. Çünki niyə? Evəcən, burada cən qoşması var. Əgər sualları oxuyanda varianta diqqətli olmaq lazımdır. Deməli, bizdən soruşur ki, köməkli nitq hissəsi işlənməyib. Deməli, anı çıxırıq. Çörəyi dizinin üstündə olanlarla çörək yeməzlər. Kimi ilə yeməzlər? Olanlarla. Baxın, lar var. Bunu da çıxırıq. Var köməkli nitq hissəsi. Ay insafsız. Ay insafsız görən kimi biz variantı çıxmalıyıq. Ay nidadır. C variantıdır. Düzü, mən tədbirdə iştirak etmək istəmirdim. Düzü, modal sözdür, E variantı çıxır. Biz ən çox necə qarışdırırıq? Cavabımız D variantıdır. Niyə D variantıdır? Biz bəzən ən çox qarışdırdığımız məsələ odur ki, biz köməkli nitq hissələr omonim olduqları sözləri qarışdırırıq. Burada əvvəl sözünü görürük və deyirik ki, bu qoşmadır. Xeyr, qoşma çıxışlıq halda olan sözlərə qoşulur. Məsələn, bu səndən əvvəl dediklərini burada çıxışlıq halı şəklisi olsaydı, bunu biz qoşma kimi götürə bilərdik. Amma ki, burada görürük ki, əvvəl sözü zərfdir. Deməli, cavabımız olacaq D variantı. Keçək üçüncü sualın izahına. Hansı cümlədə əvəzlikdən sonra vergi qoyulması doğrudur? Bizdən əvəzlikdən sonra deyir. Biz əvəzlikdən sonra vergi işarəsi deyən kimi ilk ağlımıza gələn o və bu əvəzliklər olur. Yəni, ilk fikirləşdiyimiz onunla bunu